31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü haqqında danışmaq istəyirəm. Bu gün dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycanlıların birliyini göstərir. Harada yaşamağımızdan asılı olmayaraq hər birimiz Azərbaycanlıyıq və bir-birimizə bağlıyıq. Həmrəylik bizim üçün çox vacibdir. Çünki biz birlikdə olduqda daha güclü oluruq. Bu gün biz milli dəyərlərimizə və vətənimizə olan sevgimizi xatırlayırıq. Təhsil və akademik nailiyyətlər. Dövlət proqramları yüzlərlə Azərbaycanlı gəncin Harvard, Oxford və MIT kimi dünyanın ən nüfuzlu universitetlərinə təhsil alması. Elmi uğurlar Azərbaycanın Elm və Təhsil Naziri Emin Əmrullayevin Gürcüstan Texniki Universitetinin fəxri doktoru adına layiq görülməsi kimi regional əməkdaşlıq nümunələri. Diaspor və zəfər ruhu. Qarabağ zəfəri 2025-ci ilin zəfərin 5 illik münasibəti dünyanın 81 ölkəsində 100-ə yaxın tədbirin keçirilməsi, bu xaricdə yaşayan soydaşlarımızın birliyi və milli qürurunu nümayiş etdirir. Milyonların ürəyisən, hər arzusu diləyisən, qürur yeri gərəksən. Bir həmrəy ol Azərbaycan. Yaşa, var ol Azərbaycan. Bir tarixdir yurdun daşın, vardır sənin qan yaddaşın. Çox istəyir vətəndaşın, bir həmrəy ol Azərbaycan. Yaşa, var ol Azərbaycan. Dost sanmışdın sən düşməni, parçaladı tam vətəni. Şimal, cənub, qərbə səni. Bir həmrəy ol Azərbaycan. Yaşa, var ol Azərbaycan. Təbrizdən sən aralısan, İrəvandan yaralısan. Qarabağdan paralısan, bir həmrəy ol Azərbaycan. Yaşa, var ol Azərbaycan. Dünya Azərbaycanlıların Həmrəylik Günü dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlıların birliyini, milli kimliyini və həmrəyliyini ifadə edən bayramdır. 1989-cu ilin 31 dekabrında Araz çayı boyunca yaşayan Azərbaycanlıların arasında baş verən hadisələr milli birliyin rəmzinə çevrildi. 1991-ci ildə isə bu tarix rəsmi olaraq bayram günü elan edildi.